23 noyabr tarixində 11-ci siniflərə güvən blok imtahanında salınmış sual izahına baxırıq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Diaqonallarının say tərəflərinin sayından 25 vahid çox olan qabarıq çoxbucaqlının tərəf sayını bizdən istəyir. Biz burada diaqonal sayının tapılma düsturunu bilməliyik. N vur n çıx 3 bölünsün 2. Diaqonal sayı bu düsturla tapılır. Tərəf sayından 25 vahid çoxdur. Tərəf sayı n'dir. O zaman biz tərəf sayının üzərinə 25 gəlsək, diaqonalların sayına bərabər edərik. Məxrəcə bir atıb çarpaz vurmaqla bu tənliyi həll edək. N'i n'ə vuraram, n'in kvadratı. N'i 3'ə vuraram, 3n bərabər. 2 vur, n üstə gəl 25. N kvadrat çıx 3n bərabər. 2n üstə gəl 50. N kvadrat çıx 3n çıx 2n çıx 50 bərabərdir 0. N kvadrat çıx 5n çıx 50 bərabərdir 0. İndi biz bu kvadrat tənliyi həll etməklə kökləri tapacağıq ya da Viet teoremindən istifadə edə bilərik. Görürük ki, bu tənlikdə köklər cəmi müsbət 5'dir. N1 üstə gəl n2 bərabər 5. Köklər hasili mənfi 50'dir. N1 vur N2 bərabər mənfi 50. Deməli, kökün biri 10 olacaq, biri də mənfi 5 olacaq. Biz də mənfi qiyməti götürə bilmərik. Düzgün cavab 10 olar.